İmtahandan əvvəl paylaşdığımız mövzuları xatırlayırsınız? Bütün mövzuları analiz edərək bu mövzular düşə bilər dediyimiz mövzuların elə bir çoxu abituriyentlərin qarşısına çıxdı. Və abituriyentlərin yüksək nəticə əldə etməsi əlbəttə ki, bizi çox sevindirir. İndi isə bizim paylaşdıqlarımıza diqqət edin. Dövləti 100% qəbul imtahanına düşən mövzulardan biridir. Səfəvilər dövləti ilə bağlı 2 sual düşür çox vaxtı. Ən çox da keçən dəfə də qəbul testlərini işləyəndə gördünüz və yaxud da demin onlayn sınaqlarını işləyəndə gördünüz ki, daha çox ikinci mərhələyə Məhəmməd Xudabəndənin dövründə və Bax, bir dənə əsas nədə adı dəyişən olur, xəracım. Sasanlərdə xaraq nədir? Məhsul vergisidir. Ərəblərdə adı dəyişən nə olur? Ərəblərdə adı dəyişən nə olur? Xəracım. Can vergisi nədir əsasanlərdən? Gezikdir. Ərəblərdə adı dəyişən olur. Cizyə. Bax, bir dənə əsas məqama diqqət yetirirsiniz. Yadınızda saxlayırsınız ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbuldur. B hərfi əlifbadan neçənci hərfdir? İkinci hərfdir. Ona görə 92. Sonda onu qeyd etmək istəyirəm ki, ikinci cəhd imtahanına qeydiyyat başlamışdır. Həftənin 5-ci günü artıq dərslərimiz başlayır. Əgər sən də yüksək nəticə əldə etmək istəyirsənsə, gecikmədən ikinci cəhd imtahanı üçün qeydiyyatdan keçə bilərsən.